Səxavət kəlməsinin mənasına biz baxsaq, mənalarından biri budur ki, yəni əlaçıqlıqdır. Dinimiz bu məsələyə çox təşviq eləyir. Nə baxımdan? Ümumiyyətcə, İslam dininə biz diqqət yetirsək, insana əmirləri bu formadadır ki, insan həm fərdi şəkildə ibadətlərini göstəriş verir dinimiz, eyni zamanda da ictimai olaraq da dindarın fəal olmağına təşviq eləyir. Biz Qurani Kərimə diqqət yetirsək, Allah Taala'nın namazla bağlı əmr etdiyi ayələrin yanında dərhal sonra bir çoxunda zəkat kəlməsi də işlənir, zəkatın əmrini də verir. Təbii ki, namaz insanın fərdi ibadətidir, ancaq zəkat isə ictimai ibadətdir. İnsan burada bir növ fərdiyyətçi həyatdan kənara çıxmağa bir təşviq var. Çünki fərdiyyətçi həyat ancaq insanın özündən ibarət olduğu həyatın elə də bir dəyəri yoxdur. Həzrət Peyğəmbərimizin bir hədisi var, hədisdə qeyd edilir ki, əgər bir insan özünə qapanaraq cəmiyyətdən kənar düşərsə, sanki cahiliyyət dövründə olmuş kimi dünyasını dəyişər. Yəni, iman gətirmədən, cahil olaraq dünyasını dəyişər. Dinimiz bu baxımdan təşviq eləyir insana. İnsan təbii ki, həm özü ehtiyaclıdır, başqalarının yanında olmağa, başqalarına səxavətli rəftar eləməyə. Bu nə baxımdandır? Həzrəti İmam Səccad əleyhissalam bir hədisdə qeyd eləyir. Deyir ki, insan birinə yaxşılıq eləyirsə, o yaxşılıq olunanın özündən daha çox özü ehtiyaclıdır ki, insan həmin insana yaxşılıq eləsin. Çünki o müəyyən yaxşılıq eləyəndən sonra istəyinə çatacaq, ancaq bunun əvəzini Allah Taala ki, qiyamətdə verəcək. O həmin səhnədə, qiyamət səhnəsində, məhşər səhnəsində insan o əməlin özünə, onun nəticəsinə daha çox ehtiyaclı olduğuna görə İmam deyir ki, insanın özü yaxşılıq etməyə, insanlarla xoş rəftar etməyə daha çox ehtiyaclıdır. Ona görə də dinimiz bizlərə bu əməli çox tövsiyə eləyir. İnsanların yanında olmaq, insanların halından xəbərdar olmaq, yardım etmək. Xüsusən də Ramazan ayının əsas mahiyyətlərindən biri budur. İnsan günün müəyyən hissəsində az qalaraq ehtiyac sahiblərinin bir qədər halından xəbərdar olur və bizə bu aylarda daha çox tövsiyə olunur ki, insanların yanında olaq, insanlarla iftar süfrələrində və yaxud hər hansısa bir formada onlara yardım eləyib, onların belə deyək, sıxıntılı hallarında yanlarında olmaq. Çünki bu insanı həyata bağlayan bir məsələdir. Həm də çox üzr istəyirəm, Ayaz qardaşım, həm də bu ibadət formasıdır. Təbii ki, ibadətin bir növüdür. Biz ibadət anlayışımız bəzən bu cür olur ki, sanki namaz və orucdan bundan başqa ibadət yoxdur. Adamlar da var, hər il həccə gedəcəm, bəs edəcəm.